Salam, bugünkü videoda sizə iPhone 6s haqqında danışıram. Əlimdəki iPhone 6s kopyalar arasında ən keyfiyyətli sayılan 8 nüməli iPhone 6s olacaq. Əvvəlcə kutu ilə tanış olaq. Yəni burada olan aksesuarlar, istər qutunun özü və yaxud da bu hissələr, eləcə də aksesuarın materialı orijinalla birə-bir eynidir. Təbii ki, keyfiyyətdə bir qədər geri qalacaq. Eləcə də burada olan yazılar və yaxud da qutunun arxasında olan yazılar yenə orijinalla eynidir. Bizi əsas maraqlandıran isə telefonun özü olacaq. Əvvəlcədən istifadə edildiyimə görə artıq Wi-Fi açıqdır, telefon yanılı vəziyyətdədir. Gəlin telefonun xarici görünüşünə baxaq. Yəni bildiyimiz kimi məşhur iPhone 6 və 6s-in məşhur rəngi Space Grey-dir. Arxasındakı yazılar orijinalla eynidir. Materialın özü, ekranı, knopkaları, kameranın çıxıntısı və telefonun öz çəkisi orijinalla birə-bir eynidir. Deməli belə. Bu kopya iPhone 6s-lərin orijinaldan fərqli və oxşar cəhətləri nədir? Yəni əsas fərqi bu kopyaların iOS proqramı ilə deyil, Android ilə çalışmasıdır. Yəni siz təbii ki, buna baxdığınız zaman bilmirsiniz, çünki istər-istəməz menünün forması və yaxud da yazılar, eləcə də tərcümə olunma orijinal iPhone-la tamamilə eyni. Sadəcə burada fərqi o zaman hiss edəcəksiniz ki, siz App Store-a daxil olursunuz. Orijinaldakı kimi App Store deyil, sizin qarşınıza Play Store açılır. Android-da olduğu kimi. İkinci bir fərqi isə bunlarda iCloud-un olmamasıdır. Təbii ki, bu da normaldır. Əgər telefon Android ilə çalışırsa, burada iCloud-un olması mümkün deyil. Başqa bir fərqi, yəni ağlıma digər bir fərq gəlmir ki, sizə göstərim orijinaldan fərqini. Təbii ki, işləmə sürəti və 4K video çəkilişinin olmaması bu orijinaldan fərqləndirən cəhətdir. Eləcə də yəni kamera bu telefonda 13 megapiksel arxa kameradır, ön kamera isə 5 megapikseldir. Həqiqətən də deyilənlərə uyğundur kamerası. Arxa real 13, ön isə 5 megapiksel çəkir. Eləcə də orijinaldan fərqli xüsusiyyəti odur ki, kopya iPhone-larda yaddaş kartı olur. Orijinallarda isə bildiyiniz kimi yalnız daxili yaddaşdan ibarətdir. Burada RAM 2 GB, ROM 16 GB plus yəni 8, 16 və yaxud da 32-lik kartlardan istifadə edə bilərsiniz. Eləcə də bunu yəni arxasının açılması və istədiyiniz zaman 8, 16, 32-lik kartlardan istifadə edə bilərsiniz və əsas müsbət cəhəti mən bunda görürəm ki, bunun aksesuarları, yəni detalları daha doğrusu ekranı, korpusu, mikrofonu və digər detalları orijinaldan dəfələrlə ucuzdur. Əgər telefonu siz yerə düşürsə, zədələsəz, ekranın dəyişməsi orijinalda olduğu kimi kosmik qiymətə deyil, çox uyğun qiymətədir. 8 nüməli iPhone 6s kopyasını digərlərindən fərqləndirən bir cəhət də burada kameranın güclü olması, barmaq izinin işləməsi, eləcə də telefonun çox sürətli çalışmasındadır. Əvvəlcə mən sizə bunun 8 nüməli, reallıqda 8 nüməli olmasını sübut edeyim. Bunun üçün iki proqramı yükləmək lazım idi ki, mən qabaqcadan bunu Play Store-dan yükləmişəm. CPU-Z və CPU-X proqramları. Gəlin yoxlayaq. Əvvəlcə CPU-Z proqramına baxaq. Görürsünüz 8 nüvəli Mediatek. Digər proqrama baxaq. Octa-core 8 nüvəli.
Bu da belə. İndi sizə yəni bunun digərlərindən fərqləndirici əsas xüsusiyyəti olan reallıqda barmaq sensorunun çalışmasını göstərəcəm. Mən əvvəlcə artıq barmaq izini bu telefona tanıtmışam. Bunu yoxlayaq. Bir daha yoxlayım. Yəni görürsüz, problemsiz, rahat çalışır. Yəni sübut eləyək, digər barmaqları da yoxlayaq. Üçüncü barmaq. Açılmadı, kod istədi. 4 dənə 0. Yenə yoxlayaq. Problemsiz, çox rahat çalışır. İndi isə Wi-Fi ilə internet sürətini yoxlayaq. Gördüyünüz kimi internetdə kifayət qədər sürətləndi. İndi isə hər hansı bir saytı yazaq. Safari ilə yoxlayaq. Tutaq ki, turbaza daxil olaq. İnternetin sürəti həqiqətən də çox gözəldir. Təbii ki, internetə daxil olma burada telefondan yox, əsasən Wi-Fi-ın və qəbul edicinin sürətinin asılıdır. Amma məndə Wi-Fi-ın sürəti 2 megabitdir. Buna baxmayaraq sürət kifayət qədər güclüdür. Özünüzdə gördüyünüz kimi. Dostlar, bu qədər. Yəni deyiləsə əlavə bir məlumat görmürəm. Bütün məlumatları sizə verdim. Məndə bundan daha öncə, yəni iPhone 6s-in ən zəifi olan 2 nüvəli iPhone 6s olub. Bunu da növbəti videolarda sizə göstərərəm. Fərqləri açıq-aydın şəkildə görəcəksiniz. Daha sonra 4 nüvəli sadə və 4 nüvəli belə 64 bitli, eləcə də daha bir modeli olub, xatırlamıram sadəcə. Ən güclüsü, onlar arasında ən keyfiyyətlisi əlimdə gördüyünüz 8 nüvəli iPhone 6s-dir. Növbəti videomda mən sizə əlimdə yenicə çatmış, yenicə gəlmiş Galaxy Note 5 Gold telefonla tanışlayacağım. İlk öncə onu deyə bilərəm ki, mən çox da keyfiyyətli telefon gözləmirdim. Bu 4 nüvəlidir. Sadəcə mən bunu test etdikdən sonra həqiqətən də gördüm ki, 8 nüvəli iPhone 6s qədər sürətlidir. İnşallah videonu hamısını qabaqlamayaq. Növbəti videolarda mən sizə Galaxy Note 5 haqqında ətraflı video icmal təqdim edəcəm. Hələlik bu qədər. Sağ olun.